digər şiyyələrdən fərqli olaraq, təqiyyə ilə tanınmayan, təqiyyədən uzaq, təqiyyə etmədən açıq-aşkar danışan şiyyə şeyxi Əmir Əl-Qureyşi deyir. Kur'an fihi tehrif. Kur'an təhrif olunub, 5də 1-i çıxarılıb. Əmir Əl-Müminin Əli əleyhisselam Osman tərəfindən cəm edilmiş bu Kur'ana imza atmayıb, onunla razılaşmayıb. Bu Kur'anın tam kamil olduğunu deməyib. Bütün bunlarla yanaşı, əlimizdə olan bu Kur'anı əsas götürməyimizi və onunla ibadət etməyimizi əmr edib. Bəli, bu Kur'an bizim üçün halal-haram təyin etmək hüququna malikdir. Biz onunla Allaha ibadət edirik. Allah bunu bizdən qəbul edər inşallah. Çünki o, bizimlə Allah arasında bir vasitədir. Neymətullah Əl-Cəzairi bir çox şiyyəni maraqlandıran bir sualı belə cavablandırır. Əgər deyilsə ki, Kur'anın dəyişdirilməsi ilə birgə onu oxumaq və onunla əməl etmək necə mümkün olur? Cavabında deyirəm, artıq hədislərdə məsum imamlardan rəvayət olunmuşdur ki, onlar öz şiyyələrinə əldə mövcud olan Kur'anı namazda və başqa ibadətlərdə oxumağı və onun hökmləri ilə əməl etməyə əmr etmişdilər. O vaxtacan ağamız Sahib Əz-Zaman zuhur edəcək və insanların əllərində olan Kur'anı səmaya qaldıracaq. Əmirül-Mömininin, yəni Əlinin yazdığı əsl Kur'anı ortaya çıxaracaq. Onu oxuyacaq və onun hükümləri ilə əməl edəcək.